Şeyxülislam İbn Teymiyyə rahimehullah gör nə deyir? Deyir ki, bidət imamları kitab və sünnətə müxalif sözlərin sahibi olan insanlardır. Bidət əhli. Av ibadətin müxalifəti lil kitab və sünnə. Və yaxud da ki, Quran və sünnəyə müxalif ibadət sahibləri olan insanlardır. Yəni bidət əhli kimdir? İbn Teymiyyə rahimehullahın İbn Teymiyyə rahimehullahın bu sözündən biz onu başa düşürük ki, deyir ki, bidət imamları o kəslərdir ki, ya onlar Quran və sünnəyə müxalif sözlərin sahibləridir, etiqadların sahibləridir, ya da ki, Quran və sünnəyə müxalif ibadətlərin əhlidir. فَإِنَّ بَيَانَ هَالِهِمْ وَتَحْذِيرِ الْأُمَّةِ مِنْهُمْ وَاجِبٌ بِاتِّفَاقِ الْمُسْلِمِينَ. Və onların deyir halını bəyan etmək və ümməti onlardan çəkindirmək müsəlmanların ittifaqı ilə vacibdir. Hətta qilə li Əhməd ibn Həmbəl. Hətta deyir İmam Əhməd ibn Həmbələ deyilir ki, "Ər-raculu yasum və yusalli və ya'takif əhəbbə ileyk av yetəkəlləmu fi əhlil bidə." Deyir, oruç tutan, namaz qılan, etiqaf edən insan sənə daha sevimlidir, yoxsa bidət əhli haqqında danışan insan sənə daha sevimlidir? İmam Əhməddən soruşurlar. Fəqal, İmam Əhməd deyir ki, İzə qamə və sallə və ətəkəf fəinnəmə huvə li nəfsihi. Gecə namazı qılarsa, namaz qılarsa, etikaf edərsə, bu deyir, onun deyir, özü üçündür. Və izə təkəlləmə fi əhlil bidə, amma deyir, bidət əhli haqqında deyir, danışarsa, fəinnəmə huvə lil muslimin. Bu deyir, müsəlmanlar üçündür. Tək özü üçün deyil, yəni başqaları üçündür eyni zamanda. Həzə afdal. Bu deyir, daha üstündür. Yəni bidət əhli haqqında danışan, yəni mənim üçün deyir, daha üstündür. Fəbəyyənə ənnə nəf'ə həzə amun lil muslimin fi dinihim. Burada deyir, onu deyir, bəyan etdi ki, İmam Əhməd, onu deyir, bəyan etdi ki, onun deyir, faydası bütün müsəlmanların dini üçün faydalıdır. Bu deyir, min cinsil cihadi fi səbilillah. Bu Allah yolunda cihadın növündəndir. Yəni bidət əhli haqqında danışmaq Allah yolunda olan cihadın növlərindən biridir. Niyə? Bax, niyə? Niyə bidət əhli haqqında danışmaq, onlara rədd vermək, şübhələrinə cavab vermək Allah yolunda olan cihaddandır? İz tathiru səbilillah və dinihi və minhacihi və şir'atihi və dəf'u bəği həulə. Çünki deyir, bu Allahın yolunun təmizlənməsidir. Allahın dininin, mənhəcinin, şəriətinin təmizlənməsidir. Və həddi aşan həmən o insanların dəf olunmasıdır. Yəni qarşısının alınmasıdır. Və udvanihim alə zəlik. Və bu yolda onlara düşmənçilik etməkdir. Və bu vacibun aləl kifayə bittifaqil muslimin. Yəni bir qism insanın üzərinə vacibdir. Müsəlmanların ittifaqı ilə deyir, bu belədir. Yəni müsəlmanların ittifaqı ilə müəyyən bir qism insanın bunu etməsi vacibdir. Yəni belə deyək də 50 dənə elm əhli var, heç biri bidət əhlinə rəddiyə vermir. Bu olmaz. Amma onlarda içində tutaq ki 3 dənəsi, 5 dənəsi bidət əhli haqqında danışır, rəddiyələr verir, şübhələrinə cavab verir, əlhəmdülillah. Yəni bu da şübhəsiz ki, kifayət edəcək qədər olmalıdır. Yəni bir nəfərin üzərinə yüklənməli deyil. Yəni kömək eləmək lazımdır. Əgər məsəl üçün bəzi insanlar bidət əhli haqqında danışırsa, dəvətçilərdən, elm əhlindən, alimlərdən digərləri də ona yardım etməlidir. Amma bu hər kəs bunu etməlidirmi? Xeyr. Bacaran etməlidir, ən yaxşı bacaran. Deyir, əgər deyir, Allah Azza və Cəllə bu insanların əli ilə, yəni bidətçilərə rədd eləyənlərin əli ilə öz dinini qorumasa, din fəsada uğrayar. Və kənə fəsaduhu a'zam min fəsadi istila'il aduv min əhlil hərb. Bunun deyir fəsadı, yəni bidət əhlinin ümmətin içərisində yayılsa, buna rəddiyə verilməsə, düşmənin gəlib ölkəni, ərazini işğal etməsindən fəsadı daha çox olar. Niyə? فَإِنَّ هَؤُلَاءِ إِذَا اِسْتَوْلَوْا لَمْ يُفْسِدُ الْقُلُوبِ. Çünki deyir, onlar, hərb əhli, işğalçılar, sən ölkəlivi işğal etdiyi zaman ən birinci qəlbləri ifsad eləmirlər. وَمَا فِيهَا مِنَ الدِّينِ إِلَّا تَبْعًا. Və onda olan o dini xarab eləmirlər. Ancaq bu sonra baş verir. Ardınca gəlir. Birinci sadəcə gəlir, işğal edir, amma insanların qəlbi salamat qalır. Amma ardınca bu işğal uzun müddət davam edərsə, sonra ardınca qəlblərin də fəsadı gələ bilər. Və əmmə uləik,
Amma onlara gəldikdə isə kimlərə? Bidət əhlinə. Bidət əhlinə isə gəldikdə fəhum yufsidunəl qulubə ibtidəən. Onlar elə ən birinci başlanğıcda insanların qəlblərini ifsad edirlər, xarab edirlər. Ona görə deyir ki, bidətçilərin bir ölkədə, bir bölgədə yayılması və onlara rəddiyə verilməməsi, onların sərbəst bir şəkildə belə ümmətin içərisində yayılıb, insanların arasında yayılmaları düşmənin gəlib ölkəni işğal etməsindən daha təhlükəlidir. Çünki birbaşa insanların dinini fəsad edirlər. Ola bilər ki, düşmən gələr, sonra onu qovub çıxardarsan. İnsanların qəlbi salamat qalar. Dinləri salamat qalar. Amma bidətçi gəlir, öz şifəsini yayırsa, artıq insanların qəlbi xarab oldu. Sən oradan çıxarda da bilmirsən. Təhzirul ümməti minəl bid'a vəl qa'ilinə bihə vacibun bittifaqil muslimin. Müsəlmanların ittifaqı ilə ümməti bidətlərdən və bu bidəti ortaya çıxaranlardan, bu bidət haqqında danışanlardan çəkindirmək müsəlmanların ittifaqı ilə vacibdir. Uca Allahdan dilərəm ki, bizlər eşitib faydalardan etsin. Allah Azze və Cəllə bizləri bu bidət firqələrin hamısı şərrindən uzaq etsin. Bizləri bu bidət firqələri gözəl bir şəkildə öyrənib, onlara qarşı gözəl mübarizə aparmağa müvəffəq eləsin. Allahım amin. Allah Azze və Cəllə bizlərin qəlblərini birləşdirsin. Allah Azze və Cəllə bizləri sünnə və Quran üzərində birləşməyi, haqq üzərində birləşməyi müvəffəq eləsin. Necə? Sahabələrin fəhmi ilə. Quranı, sünnəni sahabələrin fəhmi ilə başa düşüb əməl etməyi bizləri müvəffəq etsin. Və subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruke və atubu ileyk.